Əmək pensiyaları ilə bağlı yenilik, hesablanma qaydasında dəyişikliklər edildi. Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib. Report xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qaydalara edilən əlavəyə görə, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar elektron hökumət informasiya sistemi üzərindən təqdim edilə bilər. Bu qərarlarda göstərilən məlumatların sistem üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq. Bundan başqa, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasına dəyişiklik edilib. Sözü gedən məlumatlar da elektron hökumət informasiya sistemi üzərindən təqdim edilə bilər. Bu qərarlarda göstərilən məlumatların sistem üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq.